Bugün sizə normal və urogenital mikrobiotanızı təyin edən femaflor və androflor analizi haqqında məlumat verəcəm. Bu analiz molekulyar diaqnostika texnologiyasına əsasən işlənilir. Analiz zamanı patogen, şərti patogen bakteriyalar, göbələklər və viruslar təyin edilir. Analizin məqsədi cinsi yolu ötürülən və sonsuzluq yaradan infeksiyaları müəyyən edir, hətta reproduktiv pozulma, müalicə önü və müalicədən sonraki effektivliyi təyin edir. Analiz hansı hallarda verilə bilər? Demək, uretral axıntı, qaşınma, yanma kimi hallarda, sidik ifrazının pozulmalarında, xroniki prostatitlərdə analiz verilə bilər. Testin özəlliyi, yüksək həssaslıq və spesifiklik, qısa müddətdə nəticənin əldə olunması, anaerob mikroorqanizmlərin aşkarlanması və mikrobiotanın kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsinə əsaslanır. Androflor və femaflor analizi verərək doğru diaqnoz, etibarlı nəticə əldə edə bilərsiniz. Sizin sağlamlığınız bizim məsuliyyətimizdir.